Power BI desktop'ı nəzərdən keçirməyə başlaya bilərik. Təbii ki, ilk növbədə onu yükləməyimiz lazım olacaq. Bunun üçün biz Microsoft'un rəsmi saytına keçid etməliyik. Saytın adı powerbi.microsoft.com-dur. Sayta daxil olduqdan sonra Products, yəni məhsullar tabına klik edib oradan Power BI desktop'ı seçməliyik. Onu seçdikdən sonra qarşımıza iki seçim çıxmış olacaq. Bunlardan biri pulsuz yükləmək, digəri isə yükləmə və dil parametrləri ilə bağlıdır. İlk növbədə yükləmə və dil parametrlərinə nəzər yetirək. Gördüyünüz kimi yeni pəncərə açılır və burada biraz aşağıya baxsaq, əvvəlcə Power BI-ın quraşdırılıb yüklənməli olduğu dili seçə biləcəyimizi görə bilərik. Hər zaman avtomatik olaraq ingilis dili quraşdırılır. Lakin əgər istəsək, müxtəlif dillər də burada mövcuddur. Biraz da səhifəni aşağıya çəksək, System Requirements, yəni sistem tələbləri menüsünü də görə bilərik. Burada Power BI desktop'ın hansı tələblərə sahib olduğunu görə biləcəyik. Lazımi əməliyyat sistemini burada nəzərə almalıyıq. 32 və ya 64 bitlik bir Windows platformasına ehtiyac olduğunu bizə bildirir. Əgər 32 yoxsa 64'lük bir platformaya sahib olduğunuzdan əmin deyilsinizsə, bu ardıcıllığı izləməyinizi xahiş edirəm. Gördüyünüz kimi, mənim platformam 64 bit əsaslıdır. Sizdə 32 bitlik olarsa, desktopu məhz 32'li endirməli olacaqsınız. Hal-hazırda burada biz download'ı seçirik və gördüyünüz kimi belə bir pəncərə açılır və burada birinci sətri işarələyib Next klik etməliyik. Gördüyünüz kimi endirmə başlamış oldu. Bu bir neçə dəqiqə vaxtınızı ala bilər. Endirmə başa çatdıqdan sonra həmin fayl üzərində 2 dəfə klik edib onu açırıq. Beləliklə, dili yenidən seçməyimiz istənilir. Buradan ingiliscəni seçib Next klik etməliyik. Qarşımıza yeni bir menyu açılacaq. Yenidən Next klik edirik və növbəti menyuda lisenziya müqaviləsini qəbul edirik. Yenə Next klik edirik. Gördüyünüz kimi, əgər istəsək, Power BI desktop'un quraşdırılacağı yolu dəyişdirə bilərik. Hal-hazırki yol məni qane edir deyə dəyişiklik etmirəm. Yenidən Next klik edirik və quraşdırmaya başlaya bilərik. Bir neçə saniyə vaxtımızı alacaq bu quraşdırma. Hal-hazırda tamamlanmaq üzrədir. Gördüyümüz kimi quraşdırma tamamlandı. İndi Power BI desktop'ı işə sala bilərik. İlk növbədə qutudakı işarəni götürək və Finish klik edək. Biz desktop'ımıza nəzər salsaq, burada Power BI desktop tətbiqi olduğunu görərik. Onun üzərində 2 dəfə klik etsək, Power BI desktop'ı açmış olacaq. Hal-hazırda yeni layihə açılacaq və qarşımıza başlanğıc ekranı çıxacaq. Hazırda gördüyünüz ekran məhz başlanğıc ekranıdır. Buradan Get Started klik etsək, Power BI servisə qoşulmuş olacaq, lakin hazırda o bizə lazım deyil. Çünki sırf Power BI desktop üzərində işlər görmək istəyirik. Power BI desktop üçün heç bir giriş tələb edilmir.
İndi Get Data üzərində klik edərək məlumat əldə etmək üçün birbaşa Power BI desktop'ı bir data mənbəyə qoşa bilərik. Gördüyünüz kimi Get Data pəncərəsi açılmış oldu. Müxtəlif data mənbələri bizim qarşımıza çıxır. İstədiyimiz data mənbəsinə qoşularaq oradan dataları biz çəkə bilərik. Lakin bundan da qabaq biz müəyyən tənzimləmələrlə məşğul olaq. Bunun üçün biz Options menüsünə daxil olacaq. Bu səbəbdən də bu pəncərəni bağladıq. Hazırda biz Power BI Desktop'un interfeysini görürük. Növbəti modulda interfeysi daha ətraflaşdıracaq. İndi isə sadəcə File menüsündə Options and Settings bölməsini seçirik. Gördüyünüz kimi File, Options and Settings. Buradan da Options'ı klik edirik. Açılmış pəncərədən Current File hissəsində Regional Settings'ə daxil oluruq. Gördüyünüz kimi avtomatik olaraq bizdə Azərbaycan olaraq daxil edib. Yəni bunu dəyişməyə ehtiyac yoxdur. Lokal tənzimləmələr dəqiqləşdirilməlidir ki, sonra bizim hesabatlarımızda zamanla bağlı və ya vahidlərlə bağlı müəyyən problemlər yaşanmasın. Oku klik edirik. Yenidən biz Power BI Desktop'un interfeysinə qayıtmış olduq. Hazırda bizim əlimizdə heç bir data mənbəsi yoxdur. Data mənbəsinə qoşulmaq üçün Home tabındakı Get Data hissəsinə klik edirik. Əgər aşağıda olan hissəyə klik etsək, bəzi data mənbələri qarşımıza çıxacaq. Yox, əgər birbaşa onun üzərində klik etsək, bütün data mənbələri qarşımıza çıxacaq. Onun üzərində klik edirəm və bütün data mənbələrini mən görmək istəyirəm. Gördüyünüz kimi All hissəsində bütün data mənbələri bizim qarşımıza çıxır və digər kateqoriyalar mövcuddur. File bölməsində biz Excel, CSV və s. kimi fayl məlumat mənbələrinə və databaza hissəsinə daxil olsaq, oradan SQL kimi verilənlər bazalarına qoşula bilərik. Həmçinin axtarış seçimindən istifadə edərək müxtəlif mənbələri axtara bilərik. Məsəl üçün, bura web yazsaq, gördüyünüz kimi iki data mənbəsi qarşımıza çıxdı. Biz webə daxil olaraq, orada URL yazaraq, həmin istədiyimiz web saytdan dataları çəkə bilərik. Gördüyünüz kimi burada bizə yeni bir pəncərə açılmış oldu və burada bizdən həmin web saytın URL-ni istəyir. Məhz datasını çəkmək istədiyimiz saytın URL-ni burada əlavə etdikdən sonra avtomatik olaraq dataları cədvəl şəklində qarşımıza gətirəcəkdir. Məsələn, biz worldometers.info adlı saytdan koronavirusla bağlı olan ən son statistikanı daxil edə bilərik. Hal-hazırda Chrome'u açıram. Buradan həmin saytı daxil edirəm. Həmin sayta daxil oluruq və Countries tabına klik edirik. Gördüyünüz kimi, ölkələr üzrə statistikalar cədvəl şəklində qarşımıza çıxır. Sonraki mərhələdə həmin saytın URL-ni kopyalayırıq. Ctrl+C vasitəsilə və Power BI Desktop'a daxil olaraq URL bölməsinə Ctrl+V ilə həmin kopyanı yapışdırırıq. Və OK klik edirik. Hal-hazırda biz Power BI Desktop'u həmin sayta qoşmuş olacaq və həmin saytda olan dataları Power BI Desktop'a çəkəcək. Bəli, hazırda navigator pəncərəsi qarşımıza çıxır və müxtəlif cədvəllər biz burada izləyə bilirik. Table 1-i seçirik. Avtomatik olaraq aşağıda Load və Transform Data aktivləşmiş oldu. Bəli, həmin saytda olan cədvəl bizim qarşımıza bu formada, bu şəkildə çıxmış oldu. Hal-hazırda biz əgər load etsək, datalar birbaşa data modelə yüklənmiş olacaq. Yəni, heç bir hazırlıq görmədən birbaşa onları vizuallaşdıra biləcəyik. Lakin transform etsək, bu dataları hazırlamaq üçün Power Query editora göndərmiş olacaq. Təbii ki, kurs boyunca bunlara ayrıca toxunacaq. Sadəcə Power BI Desktop ilə data mənbəyə qoşularaq dataları necə asanlıqla daxil edə biləcəyimizi mən göstərdim. Növbəti dərsdə görüşənədək.